Bu videoda sizə heç bir dövlət qurumuna zəng etmədən, heç bir mərkəzə yaxınlaşmadan, onlayn qaydada pensiyaya çıxanda aylıq nə qədər pensiya alacaqsınız onu göstərəcəm və hal-hazırda sizin pensiya fondunuzda nə qədər məbləğ var, ona necə baxa bilərsiniz, onu izah edəcəm. İlk növbədə telefona MyGov tətbiqini yükləyirsiniz. Programa daxil olduqdan sonra daxil ol butonuna klik edirsiniz. Daha sonra burada Continue seçimini seçirsiniz. Açılan bu səhifədə ən aşağıda olan identifikasiya nömrəsi ilə qeydiyyata klik edirsiniz. Daha sonra buradan qeydiyyatdan keç bölməsinə daxil olursunuz. Bu şərtləri qəbul edirsiniz. Daha sonra şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, aşağı hissəyə isə FIN kodunuzu daxil edirsiniz. Növbəti mərhələdə isə öz telefon nömrənizi qeyd edirsiniz və həmin telefon nömrəsinə gələn 4 rəqəmli təsdiq kodunu sayta daxil edirsiniz. Təsdiq kodunu daxil etdikdən sonra MyGov portalınıza şifrə təyin edirsiniz. Şifrəni təyin etdikdən sonra işıqlı bir məkanda üzünüzün tam şəkildə düşmək şərti ilə öz şəklinizi çəkib sayta yükləyirsiniz. Bundan ötürü bütün bu icazələri qəbul edirsiniz və şəkli yüklədikdən dərhal sonra müraciətinizin təsdiq olunmasına dair sizə belə bir SMS gəlir. Daha sonra davam et butonuna klik edib növbəti mərhələyə keçirsiniz. Növbəti mərhələdə sayt sizi ana səhifəyə yönləndirir. Ana səhifəyə keçid etdikdən sonra sağ yuxarı hissədə olan daxil ol butonuna klik edib şəxsiyyət vəsiqənizin FIN kodunu və biraz əvvəl daxil etdiyiniz şifrəni buraya yazıb təsdiq edirsiniz. Təsdiq etdikdən sonra icazəni qəbul edirsiniz və avtomatik olaraq sayt sizi proqrama yönləndirir. Buradan irəli butonuna klik edib bütün mərhələləri keçirsiniz. Ən sonda isə proqrama kod təyin edirsiniz. İstənilən 4 rəqəmli kodu daxil edib qeydiyyatınızı tamamlayırsınız. Proqrama daxil olduqdan sonra aşağı hissədə olan xidmətlər bölməsinə keçid edirsiniz və bu xidmətlər bölməsindən sosial müdafiə və təminat bölməsinə keçid edirsiniz. Ən aşağı hissəyə düşüb pensiya kalkulyatoruna daxil olursunuz və açılan bu səhifədə olan cədvəlin yuxarı sütununda sizin pensiyaya çıxacağınız tarix yazılır, pensiyanın yaşı qeyd olunur. Aşağı hissədə isə sol tərəfdə pensiya kapitalı və nə qədər aylıq qazancınız yüksəkdirsə, bir o qədər də həmin pensiya kapitalı daha çox olur. Sağ tərəfdə isə yaşa görə pensiya məbləğidir. Yəni hal-hazırda pensiyaya çıxsanız, orada göstərilən məbləği əldə edəcəksiniz. Və qeyd edim ki, bu məlumatlar hal-hazırki vəziyyət üçün göstərilir. Siz pensiya yaşınıza çatana qədər sizin göstərilən bu pensiya məbləğiniz də artacaq. Kanala abunə olub videonu bəyənməyi unutmayın.